ömrəsi. Hə, ömrəsi qutardı. Getdi əsgərliyə. İyulda getdi. Sentyabrda müharibə başladı. Noyabrda da şəhid oldu. Bəs sizə kim dedi şəhid olmağı? Bizə kəndimizin Sovet sədri gəldi dedi. Əslən Qubadlıdandır biz. Biz Qubaddan. Qubadlıdan. Sumqayıtda prosto yaşayırlar. Mən bura gəlin gəlmişəm. Hə, gəncsən. Bura bunu şəkili mənim qızım institutda oxuyur. Onun dostu var, Nicat. Onun saqqallı oğlan kimdir sizdə? Bax o şəkilləri zadı verir. Deyir ki, qızım eşitdi ki, belə bir var, muzey var da. Hə, qızım şeyləmişdi, dostuna demişdi ki, bəs belə bir da mənim xalam oğlunun şəkili göndərmişdi, o çıxartmışdı. Tərcümə halında soruşmuşdunuz. Hə, mən Hə, o dedim, yazmışdı. xarakterinə nə tər uşaqdır. O da dedi ki, xalası gələcəkdir. Siz xalasınız. Hə, mən xalasıyam, bacımı gözləyirdim. Hə, dedi, xalası gələcək, onunla danışarsınız da, o daha yaxşı danışır. Dedim, yaxşı. Sonra da o qədər problemlər artdı, işlər qarışdı.